Bunu demək biraz risklidir, amma deyəcəm. Mən çox düşündüm bu barədə. Danışım, danışmayım deyə. 8 ildir xaricdə yaşayan biri olaraq Azərbaycandan dolma, doğğa, kabab gətirənləri anlamıram. İndi gəlib deyəcəklər ki, sən heç gətirməmisən? Mən gətirməmişəm, həqiqətən. Şəxsən mənə görə Azərbaycan mətbəxi çox ətli və yağlıdır. Və ət yeməyən biri olaraq da mən doğğanı yeyəndə mən özümü yaxşı hiss eləmirəm, çünki laktoza görə. Kabab ət yemirəm. Dolma ət yemirəm. Və 4 il olacaq ki, mən artıq Bakıya getmirəm. Axırıncı dəfə Bakıda restoranda dedim mən ət yemirəm. Mənə gətirib badımcanın içində quyruq verdilər ki, bu ət deyil. Çamadanı açırlar, içindən doğğa çıxır, dolma çıxır. O hala düşməklə istəmirəm. Yəni Bakıya getmək istəklərimdən axırıncısı belə yemək deyil. Çünki dediyim kimi Azərbaycan mətbəxi artıq mənə xitab eləmir. Ən sevdiyim şəkər buradır. Oturub onu da düşünəndə deyirsən ki, yəni bildiyin pesoq yeyirsən. Kabab da mənə görə çox bir ilkel bir şey gəlir. Bizim dediyimiz şeylər belə bizim deyil. Bizim olmayanı bu qədər sahiblənmək siz nə düşünürsünüz?